ömrünü başa vurmuş motorlar silsiləsindən. Deməli, 1.6 mühərrik idi. Sökdü, yaramadı mühərrik. Xarici çox çıxırdı deyə. Mühərrik qoyuldu. Hal-hazırda ustalarımız yığacaq. Təhvil verəcəyik. Hələ otlamamışıq. Keçək bu içinə. Mangodur. 2-3 motor. Bunu isə mühərrikin qoyduq. Bunu da mühərrik əmələ gəlmirdi. Hal-hazırda mühərrik üzərinə quraşdırılıb. Gördüyünüz kimi də əla vəziyyətdə işləyir. Deməyim nədir? Mühərrik seçəndə də az problemli olmalı bilmək istəyirsinizsə, çalışın burada sökülmüş avtomobillərin mühərriklərini istifadə edəməyirsiniz. Nəyə görə? Çünki onların problemləri daha çox olur. Xaricdən gəlmə Yaponka mühərriklər olur, yəni Yaponiyada sürülmüş maşınların. Onların mühərriklərin problemləri daha az olur. Toplu servis xidmətinizə.